Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bugün sizinlə birlikdə 10 suallıq izahımıza baxırıq. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən, video izahlarımızdan xəbərdar olmaq istəyirsinizsə, 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mürəkkəb zərflər hansı sıradadır? Biz bilirik ki, mürəkkəb zərflər iki və daha çox sözün birləşməsindən əmələ gəlir və sırf hansısa bir nitq hissəsinin adını çəkirsə, variantlardan məsələn ismi, daha sonra yenə isim və isim. Digər nitq hissələrini çıxıq. O zaman elə cavab B variantı qalacaq. Yavaş-yavaş zərfdir, gec-tez mürəkkəb zərfdir. Baxın, yerdə qalan variantları isim olduğu üçün çıxdıq. Ola bilər ki, burada sifət verirlər və yaxud da ki, digər nitq hissələri verirlər. Ona görə də diqqətli olmaq lazımdır. İkinci, insanlar sözünün 6-cı səsi. Səs deyirsə biz mütləq nəyə baxmalıyıq? Tələffüzə. İnsanlar sözünün tələffüzü olacaq insanlar. Və 6-cı deyirsə olacaq N səsi. C variantı. Cümləni sintaktik təhlil edin. Sintaktik təhlil edən zaman mübtədanı, xəbəri və s. digər cümlə üzvlərini tapırıq. Necə tapırıq? Sual verməklə. Gəlin suallarımızı verək. Hakim futbolçuya sarı kart göstərdi. Nə etdi? Göstərdi. Kim? Hakim. Kimə? Futbolçuya. Nə göstərdi? Kart göstərdi. Baxın, cümlədə iki mübtəda bu formada ola bilmir. Həmcins mübtəda olursa təbii ki, ola bilər. Amma həmcins deyilsə, o zaman cümlənin iki mübtədası ola bilməz. Bəs neyini? Burada kart sözü biz, deməli, hakim sözünü mübtəda götürdüksə, bəs kart sözü nə olacaq? Əgər cümlədə nə sualına cavab verən varsa, bu ya tamamlıq olacaq, ya mübtəda olacaq. İkisini də yoxlamaq lazımdır. Çünki tamamlıq əgər qeyri-müəyyən təsirli halla ifadə olunubsa, o zaman nə sualına cavab verəcək. Çünki biz demişik ki, əgər qeyri-müəyyən təsirli hal varsa, ona nə sualını verməliyik? Necə tapaq? Sualı bərpa edirik. Nəyi? Kartı göstərdi. Əgər kartı, nəyi şəkilçini bərpa edə bilirəmsə, o zaman demək ki, bu mübtəda yox, qeyri-müəyyən təsirli imiş. Təsirli hal şəkilçisi də tamamlı olur. Hansı? Necə kart göstərdi? Sarı kart. Təyin olacaq. Deməli, mübtəda, tamamlıq, təyin, tamamlıq, xəbər. Cavab A variantı. Hansı sözdə tək saitdən ibarət heca var? Əgər biz saitdən, samitdən, bunların növlərindən danışırıqsa, tələffüzə baxmalıyıq. Yox, bizdən heca soruşur. Əgər heca soruşursa, yazılışa baxmalıyıq. Baxaq hecalara. Eyvan. Burada tək saitdən ibarət heca yoxdur. Qaranlıq. Burada da tək saitdən ibarət heca yoxdur. Cəlddəki tək sait yox, 4 səsdən. Yəni, bir sait, 3 dənə də samitdən ibarətdir. Səidə sözünün gəlinin hecalarını yazaq. Səidə. Burada i tək saitdən ibarət olan heca olduğu üçün cavabımız B variantı olacaq. Antonim sifətləri müəyyən edin. Bayaq da dediyimiz kimi, konkret olaraq hansısa bir nitq hissəsinin adını çəkirsə, mütləq variantlardan digər nitq hissələrini çıxaq. Baxaq. Gecə gündüz sifət deyil. Yerdə qalanlar sifət olacaq. İndi gəlin baxaq bunların antonim olub olmamasına. Güclü, qüvvətli sinonimdir. Antonim əks mənalı sözlərdir. B variantı da ola bilməz. Çünki antonimə biz şərt vermişik ki, eyni köklü sözlər antonim sayılmaz. Burada ikisinin də kökü nədir? Duz. Ona görə də antonim deyil. Cavabımız olacaq D variantı. Əyri və düz sözləri həm bir-birinin əksidir, həm də sifətdir. Hansı söz birləşməsi iki düzəltmə sözün birləşməsindən yaranıb? Baxaq, soyuqqanlı bu söz birləşməsi deyil. İki düzəltmə sözün birləşməsindən əmələ gələn mürəkkəb sözdür. Qalın kitab hər ikisi sadə sözdür. Uğur sözündən uğurlu, şagirdlər isə sadə sözdür. Bizə iki düzəltmə söz lazımdır. Cavab olur A variantı. Əlaçı, məktəblilər. Məktəblilər. Burada əlaçı sözü düzəltmədir, məktəbli sözü düzəltmədir. Cavab olur A variantı. Sadə feili seçin. Gəlin baxaq görək. Sadə feil. Demişik ki, başlamaq sözünün kökü baş. Gözləmək sözünün kökü isə gözdür. Bunlar sadə söz deyil. Vuruşmaq sözünün kökü vurmaqdan vuruşmaq olacaq. Ona görə də bu da sadə deyil, düzəltmədir. Əgər leksik şəkilçi varsa bu düzəltmə sayılır. Cavab olur C variantı. Çünki barışmaq sözünün kökü ilə barış olacaq. Barışmaq da ki, qrammatik olduğu üçün düzəltmə sayılmaz.
Saydan düzələn feil. Gəlin baxaq. Düzəlmə deyəndə nə edirdik? Sonuncu leksik şəkilçini atırdıq və yerdə qalan bizim düzələn sözümüz idi. Azmaq sözü sadədir. Yəni burada düzəlmə yoxdur. Yazıcı sözü. Yazmaqdan yazı, yazıdan yazıcı. Düzəlmə dediyi üçün sonuncu leksiki, yəni çığını atırıq, qalır yazı. Demək ki, bu yazı ismindən yazıcı ismi düzəlib yenə də. Bizə nə istəyir? Feil istəyir. Ona görə B variantı da olmaz. Qaralmaq. Qaralmaqda qara sözün kökü qaralmaq. Sonuncu leksiki atsaq, qalır qara. Qara sözü sifətdir. Deməli ki, bu qaralmaq feili sifətdən düzəlib. Cavab C variantı. Az, azalmaq. Az sayından azalmaq feili düzəlib. Hansı cümlədə o əvəzliyi həm mübtəda, həm də təyin kimi işlənə bilər? Bu deməkdir ki, həmin o əvəzliyi cümlədə həm kim və yaxud da ki, nə sualına cavab versin, həm də hansı sualına cavab versin. Yəni bunların hər ikisi mümkün olmalıdır. O bizə xoş münasibət göstərdi. Kim? O. Burada hansı bizə olmur. Yəni hansı sualına cavab vermir. Yalnız və yalnız kim və yaxud da ki, nə sualına cavab verəcək. Burada kim sualıdır. Ona görə mübtəda sayılır. O qız hər şeyi bilirdi. Kim qız deyə bilmirik. Demək ki, burada mübtəda yox. Hansı qız? O qız. Təyin olacaq. Bizə hər ikisi eyni anda lazımdır. O qaçaraq içəri girdi. Kim? O. Yenə də kim sualına cavab verir, hansı sualına cavab verə bilməz. D variantında isə o rayonda yaşayır. Kim rayonda yaşayır? Burada həm kim sualına cavab verir və yaxud da ki, o rayonda yaşayır. Hansı rayonda yaşayır? Həm də ki, hansı sualına cavab verdi. Cavab olur D variantı. Yelləncək sözünün tərkibində işlənib. Yelləncək sözünün kökü yel, yəni külək. Lən şəkilçisini görəndə demişik ki, şəkilçini ortadan bölürük. Ortaya maq-mək artırırıq. Əgər artıra biləcəksə, bunu ayrı-ayrı iki leksik şəkilçi götürəcəyik. Yelləmək, yellənmək. Daha sonra cəkdəki isim düzəldən şəkilçidir. Demək ki, burada nədir? Bir kök, 3 dənə də leksik şəkilçi. Yəni A variantı olacaq. İzahımız bu qədər. Əgər izah sizin üçün yararlı oldusa, videonu bəyənib, paylaşıb, fikirlərinizi rəy bölməsində bizimlə bölüşməyi unutmayın. Bugünlük bu qədər. Gələn videolarda görüşənə qədər. Hələlik.